İzləyicilər 9-cu sinif buraxılış imtahanı üçün riyaziyyatdan sınağa baxırıq. Sınaq 1, məsələ 2. Məsələ 2-ni mən kənarda ayırmışam. Bu məsələni rahat həll eləyə bilmək üçün. Deyir ki, sahəsi 192 kvadrat metr olan düzbucaqlı şəklində ərazini çəpərləmək üçün 56 metr uzunluğunda metal tordan istifadə olundu. Və bizdə burada tələb olunan nədir? A və C nöqtələri arasında məsafəni tapmaq. Gəlin belə ilk öncə işarələyək rahatlıqla həll etmək üçün. Düzbucaqlı şəklində olan bir dördbucaqlı görürük. Qarşı tərəfləri bərabərdir. A ilə işarələyirəm və B ilə işarələyirəm. Və bizdə burada deyir ki, sahəsi 192 kvadrat metrdir. O deməkdir ki, A vurulsun B bərabərləyir 192 kvadrat metr. Və deyir ki, ətrafını çəpərləmək üçün 56 metr uzunluğunda tordan istifadə olunub. Yəni, bunun perimetri boyunca A üstə gəlsin B, üstə gəlsin A, üstə gəlsin B. Bunun perimetri boyunca çəpər çəkilib və bu çəpərin uzunluğu 56 metrdir. Yəni, bu o deməkdir ki, bunun perimetri 56 metrdir. A üstə gəlsin B, üstə gəlsin A, üstə gəlsin B bərabərləyir 56 metr. Bunu da sadələşdirəndə nə alırıq? 2A üstə gəlsin B bərabərdir 56. A üstə gəlsin B bərabərdir. 56-nı 2-yə böləndə alırıq 28. Və bizdə burada tələb olunan nədir? Tələb olunan odur ki, bu A və C nöqtələri arasında məsafəni tapaq. A və C nöqtələri arasında məsafə bizə nəyi verir? Həmin bu dördbucaqlının diaqonalı və düzbucaqlı üçbucağın hipotenuzu. Düzbucaqlı üçbucaq görürük biz burada. A, D, C. Və Pifaqor teoreminə əsasən biz bilirik ki, düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni, burada A-nın kvadratı üstə gəlsin B-nin kvadratı bərabərləyir AC-nin kvadratı. Yəni ki, həmin bu AC bizdən tələb olunan. Gəlin bu AC-ni kiçik bir C ilə işarələyək. Yəni ki, bu C-nin kvadratı. Bizdən də tələb olunan bu C-ni tapmaqdır. Müxtəsər vurma düsturlarına əsasən biz nə bilirik? Bilirik ki, A kvadratı üstə gəlsin B kvadratı, A kvadratı üstə gəlsin B kvadratı bərabərdir. A üstə gəlsin B kvadratı çıxılsın 2AB. Və burada bizdə A üstə gəlsin B var 28. A vurulsun B də var 192. Və bu deməkdir ki, biz asanlıqla bunun yerinə qoyub C-nin kvadratını tapa biləcəyik. Burada A üstə gəlsin B-nin kvadratı 28-in kvadratı çıxılsın 2 vurulsun AB 192. 192 bərabərdir. 28-in kvadratı bizə nə verir? 784 çıxılsın 2 vurulsun 192 bizə nə verir? 384. Bunlar çıxanda alırıq 400. Və beləliklə biz tapdıq ki, C-nin kvadratı bərabərləyir 400. Bunu da kök altına salanda alırıq ki, C bərabərdir 20. Yəni 20-nin kvadratı bizə 400 verəcəkdir. Və beləliklə biz A ilə C arasında olan məsafə 20-ni tapmış olduq.